Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidmətinin Ağdamda mina təmizləmə əməliyyatları apardığı ərazidəyik. Mütəxəssislər torpağı qarış-qarış axtarır və bastırılmış ölüm təhlükəsini bir-bir tapırlar. Tapılmış mina və partlamamış hərbi sursatlar bu ərazidəki toplanma yerinə gətirilir. Xüsusi riskli xilasetmə xidməti bütün texniki imkanları ilə bu işə səfərbər olunub. Əməliyyatlar təyin olunmuş strateji istiqamətlər üzrə, kənd və qəsəbələrdə, içməli su hövzələrinin ətrafında, su kanalları boyunca böyük dəqiqliklə aparılır. İstehkamçıların zərərsizləşdirdiyi hər bir sursat vaxtilə barıt qoxuyan bu torpaqlara firavanlığın yenidən qayıtması üçün atılan önəmli bir addımdır. Mina təhlükəsi ilə mübarizə istiqamətində icra edilən fəaliyyətin gedişatı və ictimaiyyətin bu sahədə məlumatlandırılmasının artırılması məqsədi ilə Ağdam rayonuna mediatur təşkil edilib. Tapşırıqların icrasına cəlb edilən şəxsi heyət beynəlxalq səviyyəli təlimlərdə iştirak edərək müvafiq qaydada sertifikatlarla təmin edilmişlər və bundan sonra ərazilərdə fəaliyyət göstərən şəxsi heyət ən son və ən müasir texnologiyalar təmin edildikdən sonra tapşırıqların icrasına buraxılırlar. Qeyd edirəm ki, bizim istifadəmizdə olan avadanlıqlar mütəmadi olaraq yeni nəsil avadanlıqlarla əvəzlənir. Nazirliyin mina təmizləmə üzrə xüsusi təyinatlı alayının əməkdaşı Altay Aliyev deyir ki, mina təmizləmə əməliyyatları aparılan bu ərazi mina və partlamamış hərbi sursatlarla xeyli çirklənmiş ərazidir. Burada qruplarımız həm mexaniki təmizləmə vasitələri qrupu, həm əllə mina təmizləmə qrupu və eyni zamanda itlərlə mina təmizləmə qrupu təşkil olunmuşdur. Hazırda dayandığımız yer minaların toplanma məntəqəsidir. Gördüyünüz kimi burada da piyada əleyhinə minalar, S001 minaları və eyni zamanda partlamamış sursatlar toplanmışdır. Xüsusi riskli xidmətin əməkdaşı Şəmistan Əlzadə isə mexaniki mina təmizləmə vasitələrinin fəaliyyəti barədə məlumat verib. Mexaniki mina təmizləmə vasitələri şəxsiyyətin təhlükəsizliyini təmin etməklə yanaşı işin sürətini və keyfiyyətini artıran əsas amillərdən biridir. Mexaniki mina təmizləmə vasitəsi iki qoşqudan ibarətdir. Fileyl və tiller qoşqusu. Hər iki qoşqu piyada və tank əleyhinə minaları zərərsizləşdirmək üçün nəzərdə tutulmuşdur. Fileyl qoşqusu bərk torpaqlı, çınqıllı, daşlı ərazilərdə, tiller qoşqusu isə bitki örtüyünün sıx olduğu ərazilərdə və yumşaq torpaqlı ərazilərdə işləmək üçün əlverişlidir. Biz ərazini tərk edərkən növbəti mina təmizləmə qrupu artıq işə başlayırdı. Ağdamdan ayrılarkən bir daha şahid olduq ki, işğaldan azad edilmiş torpaqlarda aparılan mina təmizləmə fəaliyyəti təkcə texniki proses deyil, həm də böyük fədakarlıq və gələcəyə inamın təzahürüdür. Əminik ki, vaxtilə ölüm zonası adlandırılan bu ərazilər istehkamçıların fasiləsiz zəhməti sayəsində tezliklə yenidən canlanacaq. Quruculuq və bərpa işləri təhlükəsiz şəraitdə daha da sürətlənəcək.